Quranın hieroqlif hərfləri ilə bir əlaqəsi var. Bu hərflər nədir? Qısa bir məlumat verəsi olsam, hieroqlif yazıları qədim Misirlilərin bir yazı sistemidir. Zamanla çox müharibələrə məruz qalır deyə adət-ənənələri, dilləri və bununla birgə bu yazı sistemi də get-gedə unudulmağa başlayır. Bir müddətdən sonra hieroqlif hərflərini dünyada bilən bir nəfər belə qalmır. Bu yazıları belə maraqlı edən nədir? Hələ də gözümüzün qabağında olmasıdır. Çoxumuz əminəm ki, görmüşük. Yəni bu piramidalarda, qədim divarlarda və ya filmlərdə çox vaxt gördüyümüz köhnə perqamentlərdə yazılan həmin o yazılar. Bəs necə oldu ki, bu yazıları daha oxuya bilirik? Bundan hardasa 200 il qabaq, 1799-cu ildə bir qazıntıda Rosetta adlandırdıkları bir daş tapırlar. Bu daşı tapandan 23 il tədqiqdən sonra daha hieroqlif hərflərini anlayıb normal oxumaq mümkün olur. Yəni bu o deməkdir ki, piramidalar, köhnə perqamentlər, Misirdəki o qədimi divar yazılar daha oxuna biləcək. Bəs yaxşı, bütün bunların Qurana baxan tərəfi nədir? Deməli 1900 illərin başlarında arxeoloji qazıntılarda Misirdə yeni bir perqament kəşf edilir. Tərcümə olunması üçün elm adamı olaraq bilinən Ellen Gardnerə verilir. İpvar adı ilə sərgilənən bu perqament də 2-ci Ramzes dövrünə aid fəlakətlərdən danışılır. Azərbaycan dilinə tərcüməsi isə fəlakətlər bütün məmləkəti örtmüşdü. Hər yerdə qan var idi. Çay qan oldu. Dünən gördüyüm hər şey məhv olmuşdu. Torpaqlar biçilmiş kimi çılpaq idi. Misirin aşağısı məhv oldu. Bütün saray viran qaldı. Sahibi olan hər şey, buğda və arpa, qazlar və balıqlar. Həqiqətən əkin hər yerdə məhv oldu. Torpaqlar bütün ixtişaş və gürültüyə baxmayaraq. 9 gün ərzində saraydan heç bir çıxış yox idi və heç kim o şəxsin üzünü görə bilmədi. Şəhərlər qüvvətli axınlar tərəfindən yerlə yeksən oldu. Yuxarı Misir viran qalmışdı. Hər yerdə qan var idi. Ölkədə yoluxucu xəstəliklər baş qaldırdı. Bu gün həqiqətən də heç kəs şimala Biblosa gedə bilmirdi. Mumiyalarımız üçün nə edəcək? Qızıl azalır. İnsanlar sudan qorxmağa başlamışdı. Hətta su içəndən sonra da su ayırdılar. Budur suyumuz, xoşbəxtliyimiz. Edə biləcəyimiz nə var? Hər şey talan edilib. Şəhərlər dağıldı. Yuxarı Misir qurudu. Yaşayış məskənləri bir dəqiqə ərzində alt-üst oldu. Əsrlər öncə baş vermiş Fironun dövrünə aid bizim belə təzə öyrəndiyimiz fəlakətlər ilə Quranın ayələrinin nə qədər üst-üstə düşdüyünə diqqət eləyək. Həqiqətən Firon ailəsini quraqlıq və məhsul qıtlığı ilə cəzalandırdıq ki, bəlkə düşünüb ibrət alalar. Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular. Yəni düşünün ki, gözümüzün qabağında bu qədər piramidalar var. Köhnə perqamentlər var. Üstləri yazı ilə doludur və bunları bir nəfərin belə oxuya bilmədiyi bir dövrdə Rasulullah sallallahu əleyhi və səlləm Misirə bir dəfə belə ayaq basmadığı halda Musa əleyhissalam və Fironun dövründə nələr baş verdiyini Quranda hərf-hərfinə yazır. Biz hələ bunu yeni 200-300 il qabaq güclə öyrəndiyimiz halda 14 əsr qabaq bir adam çıxıb bu məlumatları necə verə bilərdi? Nəinki Quranın nazil olduğu dövrdən. Eramızdan əvvəl 3300-cü illərin bir hərf sistemindən danışırıq. Yəni ki, Quranın nazil olduğu dövrdə bu hərf sistemindən əsər əlamət qalmamışdı. Bir nəfər belə bilmirdi. Hətta ayənin birində: "Ey Rəsulum, biz sənə Quranı vəhy etməklə keçmiş qövmlərə aid qissələrin ən gözəlini anladırıq. Halbuki sənin qabaqcadan bunlardan xəbərin yox idi", deyə keçir. Yəni ki, qısaca bir ayədə keçmişdən bu qədər dəqiq xəbər vermək ancaq keçmiş və gələcək hakim olan Allahın vəhy etməsi ilə ola bilər.